Hadisə ötən gecə Lənkəran-Lerik yolunun 10-cu kilometrliyində Lənkəran rayonunun Qurumba kəndi ərazisində baş verib. Lerik rayonu istiqamətində hərəkətdə olan Lənkəranın Kərgəlan kənd sakini 35 yaşlı Vüqar Ağayev idarə etdiyi Mercedes markalı avtomaşınla qarşı yolda hərəkətsiz dayanan Lənkəran rayonunun Lüvəsər kənd sakini 49 yaşlı Polad Qurbanova məxsus Qazel markalı yük avtomaşınına çırpılıb. Zərbənin gücündən Mercedes markalı avtomaşın aşıb. Qazel isə toqquşma nöqtəsindən bir neçə metr kənara düşüb. Hadisə yerinə ilk olaraq yaxınlıqdakı çayxanada olan sakinlər gəlib və Mercedesdə olan yaralını maşından çıxarıblar. Çayxanada oturmuşdu, atam günə çay içirdi. Oradan yüksək sürətlə maşın qalmışdı orada. Gələrək maşını vurub atıb bıraxdı. Sakinlərin köməkliyi ilə yaralı dərhal Lənkəran müalicə diaqnostika mərkəzinə çatdırılıb. Diaqnostika mərkəzində ağır kəllə beyin travması alan Vüqar Ağayevə ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti ağır olduğundan o dərhal Bakı şəhərində xəstəxanaların birinə göndərilib. Hadisə yerində olan Dövlət Yol Polisi əməkdaşlarının sözlərinə görə ilkin versiyada qəzanın baş verməsinə səbəb Mercedes markalı avtomaşında yüksək sürətin olması və dönmə zamanı idarə etməni itirməsidir. Qeyd edək ki, Vüqar Ağayev bir neçə gündür ki, Rusiya Federasiyasından vətənə qayıdıb və avtomaşını da təzə alıb. Faktla bağlı Lənkəran rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır. Elnur Ələkbərov, Vüsal Ələkbərov, Lənkəran.